iBox 2'nin özünün üz qapaqları var. Əvvəlki iBox-un fərqli idi, yəni üz qapaqları, üzlə quraşdırıla biləcəyiniz mexanizmlər. iBox Universal 2 üçün isə öz lineykası var, öz xətti var. Ну и давайте подробнее. Первое, ну, наверное, самое, что не такое уж важное, в нем есть встроенный пульт. Как бы. Все Seviyesi var orada. видите, поскольку iBox, он почему не называется, с одной стороны, универсальным, он одинаковый со всех сторон. Yəni, çevirərək istədiyiniz kimi quraşdıra bilərsiniz. Yəni, bağlantıların fərqi yoxdur. Bir dənə şərt odur ki, soyuq sağdan, isti soldan geçsin. Belə, yəni necə istəsəz fırladıb quraşdıra bilərsiniz. Соответственно, вы не ошибетесь. Как вы можете ставить как удобно. Уровень небольшой, но он все-таки помогает поставить так, как надо, и он снимает. Urovень 4 istədiyiniz yerə salına bilir. То есть здесь достаточно все просто. Не знаю, как профессионал, наверное, это не уровень, да, но он все равно помогает. Если вдруг Az da olsa kömək eləyir, amma yəni... Yəni, Urven girməyən yerlərə ona baxmaq olar. Amma dərəsi var.